Geçmişimizi yadımıza salacağıq, gəncliyimizi yadımıza salacağıq, efir günlərimizi yadımıza salacağıq və şirin-şirin söhbətlər edəcəyik. Bəli. Həmlə xanım, siz də? Mən qanatlarım olsaydı uçardım. 6 aydır mən bu bağa Nailə xanım məni dəvət edib gəlib çata bilmirəm. Çox sağ ol ki, sən bizi gətirdin, çatdırdın bu bağa. Gedək o zaman, biz getdik. Hansı birinizden başlayayım? Ay can, ay Allah. Oy oy oy. Nailə xanım, xoş gəlmişik sizə. Hoş gördük. Bu gülün də biri sizin üçün. Əlimdə bir dənə gülüm qalıb, o da Respublikamızın xalq artisti Nasibəyli xanım Dostalayev üçün. Sağ ol, sağ ol. Çok sağ ol. Necəsiz? Çok sağ ol, çok sağ ol. Hoş geldin. Ben eşidəndə ki, biz Gözəl xanımın evinə qonaq dəvət almışıq. Sözsüz ki, böyük sənətkarlarımızla, dahilərimizlə, böyük məmnuniyyətlə görüşə gəldik. Hər birinizi salamlayıram, xoş gördük. Və Nailə xanıma Allahdan uzun ömür arzulayıram və arzu edirəm ki, bu evində, eşiyində rahat, ürəyi istədiyi həyatı yaşasın, Allah oğlunu saxlasın. Çox şad olduq, sizin dəvətinizi aldıq Yalçının verilişində. Çox şad oldum sizi də görməyə, hər birinizi. Biz də çox sağ ol. Bəli, bu günləri tamaşaçılar çox maraqlı bir veriliş gözləyir, maraqlı söhbətlərimiz Bəyimiz olacaq. var, Bəli, bəyimiz gedib var bəyimizlə orada. salamlaşaq. Çingiz bəy, xoş gördük. Necəsiz? Çox sağ olun, çox sağ olun. Da bir belə gözəl qadın yanında necə olacağım? Çox gözəl. Çox sağ olun. Nailə xanım dedi ki, bəylərdən yalnız Çingiz bəy olsun. Nə yaxşı, mən sevirəm. Çox qadın olanı, mən tək olan. Çox sevirəm. Çox sağ olun. Görüştük ne çetin, ayrıldık ayrıldık ne asan. Hardasan hayatım, var mısan, yok musan? Ben seni izledim, günah tek izledim, gizledim. Her seher, her akşam, her gündüz, her gece gözledim. Elvida o günler, ulduzlu geceler, elvida. Ömrümden ne kaldı vefasız dünyada. Elvida o günler, ulduzlu geceler, elvida. Ömrümden ne kaldı vefasız dünyada. Ben seni izledim, günah tek gizledim, gizledim. Her seher, her akşam, her gündüz, her gece gözledim. Bəli, əziz tamaşaçılar, verişimizin bu məqamında gəldik biz Nailə xanımın yanına. Nailə xanım bugün bizim üçün həm də iftar süfrəsi açacaq. Hə, Nailə xanım? Hə, inşallah, inşallah. Çox şadam, mənim çox sevdiyim, özümə yaxın bildiyim doğma insanlar var bugün yanımda. Çox sağ olsunlar, təşəkkür edirəm hamısına bir-bir. Xüsusən də Nasibəyli xanım bu saat buradan da başqa bir tədbirə getməlidir. Səhər də çəkilişlərdə idi. Çingiz müəllim iclasdan gəldi. Ofeli xanımı evindən, Tamila xanım, hamınıza ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Sağ olun. Bu Ramazan ayı müqəddəs, gözəl, müsəlmanın ən gözəl ayıdır. Mən hansı dəvət olursa olsun, ara çatdırmağı bacarıramsa böyük məmnuniyyətlə gəlirəm. Xüsusilə Nailə xanım, çox sevdiyim gözəl insan. Bugün onun dəvəti ilə mən buradayam və
Nə yaxşı ki, belə gözəl insanlarla bu əziz gündə görüşürük. Mən bu gün üçün sənə minnətdaram. Yalçın, çox sağ ol. Və düşünürəm ki, inşallah onların Allahın qarşısında inşallah ki, tutulan oruclar, qılınan namazlar inşallah ki, Allah qəbul eləyər və hər bir Azərbaycanlıya, hər bir müsəlmana çox xoşdur. Bu əziz gündə birlikdə bir süfrə arxasında, bir iftar süfrəsi arxasında oturmaq xoşdur. Çox sağ ol buna görə. Düşünürəm ki, tamaşaçılar bugünkü verilişdən xüsusi bir zövq alacaqlar. Çünki bugün bu verilişdə olan insanlar hər biri Azərbaycan tarixində qalmış insanlardır, tarixində də qalacaqlar. Əlbəttə ki, bizim fəxrimizdirlər. Bizim fəxrimizdirlər. Bizim içimizdə ən bizim böyüyümüz, baş tacımız Ofeliya xanım Azərbaycan televiziyasının əfsanələrindəndir. Tamila xanım eyni zamanda həmişə öz xanımlığından, kübarlığından seçilən xanımdır. Nasbəri xanım bizim musiqimizin gözüdür desəm, ürəyidir. Çünki mahnılarından, davranışından. Çingiz müəllimi axıra saxladım. Çingiz müəllim doğrudan da bizim milli qürurumuzdur. Bizim fəxrimizdir. Azərbaycanı hər yerdə tanıdan öz əsərləri ilə. Baxın, zarafat deyil. Neçə milyon? 30 milyon idi mən biləndə. İndi 32 milyon kitab tirajına, kitab buraxmaq bütün dünya üzrə, bütün dillərə tərcümə olunub. Əlbəttə ki, bizim fəxrimiz və bugün mənim evdə olmağım mənim üçün böyük qürurdur. Nəhayət Nailə İslamzadə. Nailə İslamzadə də bəndəniz. Mən də sizə hamınızı təbrik edirəm ki, burada belə həyətdə yığışmışıq. Mən bilsəydim bir belə gözəl qadınlar olacaq, elə səhərdən gəlib burada oturardım, sizi gözləyərdim. Çox sağ olunuz ki, dəvət eləmişsiniz. Mən qürur hissi ilə deyirəm, ona görə ki, doğrudan Nailə xanım siz düz demişsiniz. Hamısı əfsanələrdir. Düzdür, hamısı mənim qızım yaşındadırlar, hamısı maşallah. Yo, hamısı cavandır, bu sizin bunların yaşı olmur. Bunlar 40'ı heç kəs keçmir, heç kəs və keçən də deyil. Amma doğrudan da mən televizorlara baxanda, yadıma salanda, bilirsiniz, mən indi yadıma salıram, mənim bir yaxın dostum var idi, çox yaxın dostum var idi, dünyadan gedib Rafiq Hüseynov. Biz onunla, Allah rəhmət edər, biz onunla Yaponiyada doğmuşuq, bir yerdə Çində doğmuşuq. Mən fikirləşirəm nə qədər bu insanlar bu illərdə gedib, qalanlara Allah eləsin ki, ömrü çox olsun. Bugün həm də biz 8 Mart Qadınlar Günü ərəfəsindəyik. Çingiz müəllimin kitablarında, ümumiyyətlə fikirlərində qadınlara xüsusi bir münasibəti var, xüsusən də analara. Və onun görüşlərində xanımlar öz anaları ilə gələndə o daha çox sevinir. Ona görə də mən istərdim ki, Çingiz müəllim və bizim xanımlarımıza, efirdən bizi izləyən xanımlara bir müraciət edib, ürək sözlərini desin. Mən təbii istəyirəm, hamısını təbrik edeyim. Söz düzdür. Mən sizə deyim ki, mən həmişə demişəm ki, dünyada iki sivilizasiya var. Kişi sivilizasiyası və qadın sivilizasiyası. Bəzi bizim Azərbaycanda kişilərin xoşu gəlmir. Mən deyəndə ki, ağıl analardan oğlanlara keçir. Deyirlər, mənim ağlım oğluma keçmir. Deyirəm, keçəcək. Qızıva keçir, sonra sənin nəvəvə. Amma bu subut olunan işdir ki, qadınlardan ağıl keçir, intellekt keçir oğlanlara. Mən hesab edirəm ki, hər şey bu belədir. Dünya başlayır qadından. Və bir dəfə mən bunu demişdim ki, anadan olan insan birinci ananı görür, qadınla yaşayır, ana ilə yaşayır, bacı ilə yaşayır. Sonra onun həyat yoldaşı olur, sonra qızı olur. Və ömür boyu da qadınlar onun yanında olur. Qadın bu dünyada olmasa yaradıcılıq olmayacaq. Yazıcılar, şairlər yaza bilməzlər. Rəssamlar heç nə sənət əsəri yaza bilməzlər. Müğənnilər musiqini yaza bilməzlər. Bəstəkarlar. Ona görə hər şey bu sevgidən başlayır. Və mən istəyirəm, nə gözəl bugün qadınları yığıb Nailə xanım, istəyirəm sizi təbrik edeyim və arzu edeyim ki, neçə illər sonra biz belə sastavda, biz belə yığışaq və
Mən təbrik eləyə bilim sizi. Çox sağ olun. Bəs bu sözlərə görə də Nailə xanım dedi ki, elə Çingiz müəllim olsun bugün burada. Yaxşı, çox sağ olun, çox sağ. Nailə xanım bilir, mən bunu gizlətmirəm. Mən doğrudan da hesab. Düzdür, Nailə xanımı mən həmişə 35 yaşı ilə təbrik eləyirəm. O da mənə həmişə yazır ki, xahiş eləyirəm 35 yaşı, 35 yaşı yazmaya. Amma mən yazıcıyım, ona görə ki, deyirlər çox tanınmış bir Rus aktrisi var idi. O deyirdi ki, mənim həmişə 39 yaşım olacaq, bir gün də çox olmayacaq. Ona görə maşallah baxanda başa düşürəm ki, 39-dan çox olmayacaq. Amma Nailə xanım da heç bir zaman öz yaşını gizlətmədi. Yox. Hər zaman öz yaşını açıqladı. 35'in üstüne 35'in üstüne bir 30 da gelsek olar normal. İnsanın yaşı yoxdur. Əgər onun ürəyində bu zövq vardırsa, mənim atamın 81 yaşı olanda, Allah rəhmət, xəstəxanada olanda mənim anam gezirdi, gözəl qadın görəndə deyirdi, xahiş eləyirəm, giriz onun otağına, o sizi görəndə sevinər. Və mənim atam mənə həmişə də doğrudan sevinirdi. Girirdilər həkimlər, girirdilər kim keçirdi, girirdilər sevinirdi. Və atam deyirdi ki, kişi müəlləşir 80 yaşından sonra. Əgər qadın sevirsə, ömür boyu sevib. Əgər sevmirsə, həmişə yalan danışıb, heç sevməyib də. 80 yaşında da kişi qadını sevməlidir. Mən söz verirəm ki, mən də 80 yaşım ola, hələ çoxdur, amma sevirəm. Allah uzun ömür versin sizə də. Nailə xanım, siz də heç bir zaman, məncə heç bir zaman yaşınızı açıqlamayın. Çünki nə görsənirsə o sizin yaşınızdır. Maşallah olsun, elə Çingiz bəy də doğru qeyd elədi. Yok, niye açıklamayayım? Ben bir tercüme halım var. Tercüme halım var. Bu normaldir. Ama indi kim necə görünürsə, elə də görünür də. Ben Maşallah günü-gündən cavanlaşır. Örnek alabileceğim hanımlar var. Bilirsiniz, hayatta yaş ve necə görünmək çox vacib deyil. Hayatta Çingiz müəllim dedi, sevgi ilə yaşamağı bacarmaq lazımdır. Bax, buradaki insanların hamısı sevgi ilə, öz sevgilərini hər kəsə, hər şeyə verən insanlardır. Mən məsəl üçün indi Tamila xanım, Ofelia xanım, onlardan örnək götürmüşəm. İnsanları necə sevmək olar, işi necə sevmək olar, münasibətlər necə qururlar, evdarlıq necə olar. Allah rəhmət eləsin, anamdan çox şeylər götürmüşəm. Genlə keçə bu təbii ki. Amma mən televiziyaya gələndə artıq onlar özlərini tutmuş diktorlar idi efirdə. Ona görə Tamila xanımın bişirdiyi o vaxtı reseptlər əl-əli gəzirdi bizdə. O vaxtı yox idi axı, internet yox idi, kulinar kitablarını tapmaq lazım idi. Sonra Ofelia xanım min bir əziyyətlə uşaqları böyüdüb. Həm televiziyada işləyib, həm kinostudiyada işləyib. Bilirsiniz, bunlar fədakar qadınlar olublar. Mən də onları görmüşəm və mən də oldum fədakar qadın. Çingiz müəllim atasını yadına saldı, Allah rəhmət eləsin. Mənim çox yadımdadır. Həm anası belə qüssəli bir xanım idi, hündür boy. Babası da hündür idi. Anası biraz dolğun qadın idi, çox şirin qadın idi. Özdə ki, o həmişə mənə deyirdi ki, Tamila xan, mənim yoldaşım Zeynəb xanlarvanı sevir. Bu, mən hesab edirəm ki, biz böyük bir mötəbər məclisdəyik. Çünki bax, əfsanə insan. Çingiz müəllimin ilk kitabını ASTV-də mən təqdim edir, sizdən müsahibə götürdüm. Siz də mənə, indiyəcən o kitab məndədir. İstəyirdim, gətirim yadımdan çıx deyə. Sizin deməli, avtoqrafınızla o kitab məndədir. Nasbəri xanım, Əlçatmaz xanım. Bax, inanın, deyirəm, mən bir daha təşəkkür edirəm Nailə xanıma ilk növbədə. Bir də Yalçına təşəkkür edirəm. Çünki şəhərdə gəzib bu insanları tapa bilməzsən. Amma görün, bizim necə fürsət düşüb əlimizə ki, indi onlar bizim yanımızdadır. Bizi ilə bir yerdə Ramazan bayramını qeyd edirik. Sağ olasın canım mənim. Ofelia xanım da bu günləri deyir, vay, mən dir çatdıra bilmədim. Dırnaqlarımı manikür ilə. Deyirəm, yaxşısan, maşallah, yaxşısan. Saçın da yaxşıdır, özün də yaxşısan. Ekspront götürdük onu, belə. Ekspront.
Ona görə çox şadam mən, doğrudan da. Bu hər adamın əlinə düşmür. Bax belə bir insanlarla bir yerdə oturub ürək sözlərimi deyəsən. Onlara sevgimi bildirəsən. Nailə xanım dedi ki, bizim üçün ən böyük örnəyi elə Tamila xanımla Ofeliya xanımdır. Ən böyük örnəyi onlardan götürmüşəm. Çox sağ olsun. Mən də onları çox sevmişəm, öz balam kimi. Yaşça onların hamısından böyük mənim. Onları sevmişəm, bağrıma basmışam. Həmişə qayğılarına qalmışam. Görməyəndə elə bilirdim ki, nəsə itirmişəm. Görəndə elə bilirdim ki, bayramdır. Bizim üçün bu gün bayramdır ki, bax, hamımız bir yerə toplaşmışıq. Həqiqətən bu gün xüsusi bayramdır. Bu gün qeyd olunmayan, belə gözlənilməyən bir bayramdır. Təsadüfən gəlib çıxmışıq bayramların içərisində. Ona görə də mən bayaqdan elə fikirləşirəm ki, ay Allah, nə gözəl günmüş bugün. Dediniz bu sanki bir yuxudur. Ya, sanki yuxudur, həqiqətən yuxudur. Mən evdə oturmuşdum, belə hazırlaşırdım yatmağa, günorta yuxusunu almaq istəyirdim. Özdə yatmağımla aram yoxdur, ya, oturan yerdə xoşlayıram mən. Ki, ayıq olum da, birdən qonaq gələr. İnanın, elə bir nağıllar aləminə düşmüşəm. Vallahi, həqiqətən. Hamımıza can sağlığı arzu edirəm. Həmişə belə xoşbaxt olaq, həmişə belə bəxtəvər olaq. Həmişə könlümüz şad olsun. Bir-birimizi görəndə həqiqətən də doğrudan da sevinirik biz. Həqiqətən bizim öz qızlarımız bir-birimizi görəndə elə bilir ki, bayramdır. Amma bu gün xüsusi bayramdır. Böyük bayramdır. Gör kimlərlə əyləşmişik, gör kimlər var burada. Həqiqətən, inanın mənə. Mən üçün bayramdır, mən xəyallar aləmindəyəm. Gözəl bir tort. Pastacı Hüseynlə Nailə xanım sizin üçün. Bəli. Nə zaman istəsəz pastacı Hüseynə deyə bilərik, sizin üçün sifariş verə bilər. Bu bir şey qəşəng tortdur. Qonaqlarımızın yanına. Bəli, qonaqlarımızın yanına aparacağıq, amma mən istəyirəm ki, Nailə xanım bizim üçün bir çay hazırlasın, çay içək, həm də ay Nailə xanım, bax hər kəs soruşur ki, Nailə xanımın formada qalmaq sirri nədir? Bax biz onu öyrənmək istəyirik. Valla o bir-iki kəlmə ilə deyilən bir şey deyil. O həyat tərzidir. Həyat tərzidir. Həyat tərzi, onu deyin, qadınlarımız da burada izləyirlər. Valla indi mən onu istəmirəm. İndi iki kəlmə deməyə qonaqlarımız orada gözləyirlər bizi. Həyat tərzi nədir ki? İnsanın yaşayışı, yeməyi, içməyi, münasibətləri, sonra keçirdiyi həyat İdman. O da həyat tərzinə də aiddir. Mənə gəlir. Bu uzun məsələdir. Bunun bir də ki, insanın qəlbi gözəl olduğu zaman o münasibətlərdir də, münasibətlər. Bayaq biz orada oturanda sevgidən danışdıq. Çingiz müəllim Zeydanov dedi. Hər şeyi sevgi ilə baxanda, sevgi ilə belə münasibət göstərəndə insanın qəlbi də onda gözəl olur. Xarici gözəllik bu Allahın verdiyi bir şeydir. Sonra da müəyyən bir yaşa gələndən sonra qadın özünə baxmalıdır. Amma əsl gözəlliyi verən insanın xasiyyətidir, insanın münasibətləridir, insanın başqasına verdiyi sevgidir. O insan ondan xoşbaxt olursa, o insan gözəl olur. Nailə xanım, indi mətbəxdəyik. Mənim üçün maraqlanan Nailə xanım tez-tez mətbəxə keçir, yoxsa? Həmişə mətbəxdə. Mətbəxdə oluram, əlbəttə ki. Yeməkləri özünüz hazırlayırsınız evdə? Pişirirəm, bəli, özüm hazırlayıram. Xoşlayıram. Bugün bizim üçün nə hazırlamışsınız? Bizlər xoşlayırlar. Bugün bir çox şeylər var, hazırlamışam. İnşallah Allah verəndən. O zaman siz bizə çay süzün, biz də başlayaq.